Bu dəfə uşaqlarla birlikdə yolumuz İçərişəhər metrosunun yaxınlığında yerləşən Azərbaycan Milli İncəsənət Muzeyinə düşdü. Şəhərin səs-küyündən, izdihamından çıxıb muzeyin sakit və sənət dolu mühitinə daxil olarkən hamımızda ayrı bir həyəcan yarandı. Elə ilk addımdan hiss olunurdu ki, bura adi bir muzey deyil. Azərbaycan mədəniyyətinin canlı tarixini özündə yaşadan möhtəşəm bir sənət dünyasıdır. Muzey 1937-ci ildə yaradılıb və fəaliyyətə başladığı gündən Azərbaycan incəsənətinin qorunması, öyrənilməsi və tanıdılması məqsədi daşıyıb. İlk dövrlərdə İncəsənət Muzeyi adlanan bu məkan sonradan daha geniş miqyaslı fəaliyyətinə görə Azərbaycan Milli İncəsənət Muzeyi adını alıb. Muzey 2 tarixi binadan ibarətdir. Binaların memarlığı xüsusilə diqqəti çəkir. Klassik üslubun elementləri, gözəl fasadlar, sütunlar və geniş pəncərələr muzeyə daxil olmadan belə sənətə ovqatı yaradır. 19-cu əsrə aid olan əsas bina həm xaricdən, həm də daxildən öz zəriflik və zövqlü interyeri ilə ziyarətçiləri heyran edir. Muzeyin qapısından içəri keçdikdən sonra hər zaldan gələn sakit işıq, vitrinlərin parlaqlığı və divarlarda asılmış əsərlərin rəngləri uşaqların diqqətini dərhal cəlb etdi. Burada 18 mindən çox eksponat sərgilənir və hər biri özündə bir tarix, bir sənət əsəri gizlədir. Eksponatların müxtəlifliyi muzeyi həm böyüklər, həm də uşaqlar üçün daha maraqlı edir. Rəssamlarımızın fırçasından çıxmış orijinal rəngkarlıq əsərləri, qədim xalçalar və naxışları ilə valeh edən xalçaçılıq nümunələri, rəngli miniatürlər və qədim kitab illüstrasiyaları, bədii metal məmulatları, mis qablar, zərgərlik nümunələri, şərq ölkələrinin möhtəşəm sənət nümunələri, Avropa rəngkarlığı və heykəltaraşlığın klassik əsərləri, qrafika, keramika, şüşə məmulatları və daha çoxu. Hər zalın öz ab-havası var. Bəzisi qədim dövrlərin sükutunu yaşadır. Bəzisi isə rənglərin parlaqlığı ilə insanı enerjiyə qərq edir. Muzeyin içərisində ayrı-ayrı mövzulara həsr olunmuş bir neçə bölmə yerləşir. Azərbaycan rəngkarlığı zalında xalq rəssamlarının əsərləri, portretlər, mənzərə rəsmləri, şərq incəsənəti bölməsində qədim şərq ölkələrindən gətirilmiş sənət nümunəli, kolleqrafiya, miniatürlər, Avropa incəsənəti zalında İtaliya, Fransa, Almaniya və digər ölkələrin rəngkarlıq inciləri, qədim mədəniyyət və tətbiqi incəsənətində məişətdə istifadə olunan qədim əşyalar, bəzək məmulatları, keramika və metal işləri nümayiş olunur. Bu zallar vasitəsilə həm Azərbaycanın, həm də dünya xalqlarının sənət yoluna səyahət etmək olur. Uşaqlar ən çox rəngli miniatürləri, heykəlcikləri və fərqli xalqların əl işlərini maraqla izlədilər. Azərbaycan Milli İncəsənət Muzeyi yalnız sərgilər yeri deyil, bura ölkəmizin mədəniyyət tarixinin qorunduğu, öyrənildiyi və gələcək nəsillərə ötürüldüyü bir mərkəzdir. Burada həm yerli, həm də xarici turistlər Azərbaycan sənətinin zənginliyini daha